Bu videoda niyə mən nə zaman yaxşılıq edirəm, həmişə pislik görürəm ifadəsini danışmağa, izah etməyə çalışırdım. Çünki bununla çox tez-tez qarşılaşıram. Pasientlərin şikayətləri olur ki, mən çox zaman yaxşılıq elədiyim adamlardan pisliklər görürəm. Bunun əsas iki səbəbi var. Birinci səbəbi, insanların sizin ona etdiyiniz yaxşılığı sizin vəzifəniz kimi görmələri. Bu necə baş verir? Siz bir insanın sizə istəmədiyi halda ona bir yaxşılıq edirsiniz. Bunun adı yaxşılıqdır. Amma eyni yaxşılığı ikinci səfər edirsiniz. Bunun adı jestdir. Amma eyni yaxşılığı üçüncü, dördüncü səfər etdiyiniz zaman bu artıq sizin vəzifəsinə çevrilir və insan bunu sizin bir vəzifəniz kimi görməyə başlayır. Və siz o vəzifəni yerinə yetirmək borcluymuş kimi adamın beynində bir fikir formalaşır. Və siz nə zamansa həmin yaxşılığınızı etməyə əl çəkəndə, artıq vaz keçəndə adam o dəqiqə sizi müzakirə eləməyə, hətta tənqid eləməyə, sizdən inciməyə başlayır. Çünki siz öz vəzifənizi yerinə yetirməmiş oldunuz. Bu birinci səbəbdir. Dediyim kimi, sizin etdiyiniz yaxşılığı sizin vəzifəniz olaraq görməsi. İkinci səbəb isə insanlar borclu qalmağı sevmirlər. Siz bir yaxşılıq elədiyinizdə və bunu qarşılıqsız elədiyinizdə insanlar bu dediyim kimi sizin vəzifəniz olaraq görməklə bərabər sizə qarşı özlərini əksik hiss elədikləri üçün sizə qarşı daxillərində bir negativ formalaşdırırlar və bu negativ getdikcə böyüyür və həmin şəxsi sizdən uzaqlaşdırır. Fikir vermisinizsə, çox yaxın dostlarla, çox yaxın rəfiqələrlə bir-birindən bir miqdar borc aldıqdan sonra bir-birlərinin görüşlərdən qaçırlar. Bax, yaxşılıqlar da elədir. Bir insan bir insana qarşılıqsız bir insana yaxşılıq edildikdən sonra o insan, həmin insan, ona yaxşılıq insanı qaçmağa çalışır. Niyə? Çünki onun yanında özünü əksik hiss edir. Bax, o vəzifə borcu ilə borcluluq duyğusu birləşdikdə isə siz o insanın gözündəki bütün dəyərinizi itirmiş olursunuz. Onun üçün sadəcə olaraq öz vəzifələrinizi yerinə yetirən bir dırnaq arası desək, məmura çevrilirsiniz. Və siz o məmur olaraq da vəzifənizi yerinə yetirmədiyi zaman da adamla ciddi agresiya doğurursunuz və o agresiyanı da sizə bir negativ olaraq ötürür və çox zaman deyir sizə, mən yaxşılıq etdiyim adamdan pislik gördüm, nəticə səbəb isə bu olur.